Sabah maraqlı astronomik hadisə olan planetlər paradı fenomeni baş verəcək. Meyar.net xəbər verir ki, bu barədə Entusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu zaman Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter Günəş batdıqdan bir qədər sonra səmada bir düz xətt boyunca sıralanmış şəkildə görünəcəklər. Paradı növbəti bir neçə gün ərzində də müşahidə etmək mümkün olacaq. Həmin gün Günəş saat 18:30-da batacaq ki, müşahidə üçün ən əlverişli vaxt da məhz Günəşin batmasından dərhal sonraki dövrdür. Mars isə saat 17:28-də batdığı üçün sözü gedən paradda iştirak etməyəcək. Venera saat 19:31-də, Merkuri isə saat 19:37-də batdığından paradı izləmək üçün uyğun zaman intervalı 18:30-dan 19:37-yə qədər aralığıdır. Ümumilikdə Günəş batdıqdan sonra ilk 30-dan 40-a qədər dəqiqə ərzində müşahidə aparmaq daha məqsəd uyğundur. Çünki sonra planetlərin hamısını eyni anda səmada görmək mümkün olmayacaq. Merkuri və Venera Günəşə yaxın yerləşdiklərinə, Saturn isə yerdən müşahidə üçün əlverişsiz mövqedə olduğuna görə adi gözlə o qədər də aydın seçilmirlər. Uran və Neptunu isə yalnız kiçik teleskoplar vasitəsilə müşahidə etmək mümkündür. Planetlərin paradı bir neçə formada baş verə bilər. Mini parad 3 planetin, kiçik parad 4 planetin, böyük parad 5 və ya 6 planetin, tam parad bütün 7 planet və bəzən Plutonun da yer səmasında eyni xətt boyunca düzülməsi müşahidə edilir. Planetlərin paradı tamamilə vizual xarakter daşıyır. Yer səmasında onlar ardıcıl düzülmüş kimi görünsələr də, kosmosda planetlərin real konfigurasiyası fərqli olur. Cari konfigurasiyanı müvafiq keçid vasitəsilə izləmək mümkündür. Bundan başqa, planetləri səmadakı mövqeyini daha asan müəyyənləşdirmək üçün SkyMap, Stellarium və ya Sky Tonight kimi tətbiqlərdən istifadə etmək olar.